Uy. Oğlan mamaları məni anladı. Evdə hara baxırsan hər yerdən maşın çıxır. Səhər kofe içəcəkdim, Rahim də kofemin içinə maşınını atdı. Yaxşı ki içməzdən öncə qarışdırdım. Bugün manikür günüm idi. Dırnaqlarımı çox bəyəndim. Dizaynı xarici bir səhifədən götürdük. Çox zövqlü alındı. Kim də görür, bəyənir. Evdə bəzi işlərimi görəndən sonra isə quzu ətindən buğlama bişirdim. Arada belə yeməklər də hazırlamaq lazımdır. Ağız dadı dəyişsin. Mən qışda bunu fərqli bişirirəm. Albuxar turşusundan bişirirəm. Yayda isə bu cür bişirirəm. Ola bilər ki, hər kəs fərqli bişirə bilər. Mən belə ilk variantda bişirirəm. İkisinə də elə buğlama deyirəm. Bilmirəm fərqi nədir. Doğrudan da dadı çox ləzzətli idi. Nə qədər dadlı bişirsəm də bütün mamaların yaralı yeri uşaqların yemək yeməməyidir. Ət ümumiyyətlə yemirlər. Ona görə də onlar üçün makaron bişirmişdim. Və sonra yemək yedikdən sonra axşam dostlarımızla çıxdıq. Şəhərdə gəzdik. Çox gözəl hava var idi. Biz de var. Bizi Evet gənclər. Gəzirik, hava super. Bura sərin. Burada isə yaxşı gəzirdik. Bir it gəldi. Rahim də onunla oynamaq istəyirdi. İt də o qədər hürdü ki, Rahim qorxusundan başladı ağlamağa. Ümumiyyətlə itdən başladı qorxdu. Sonra onun beynində travma qalmasın deyə itlə Rahimi barışdırdı. Rahim ümumiyyətlə heyvanları çox sevir. Ona görə də istəmədim ki, nəsə travma kimi qalsın. Sahibləri də mehriban insanlar idi. Su verdilər ki, Rahim onu içirsin. Belə şirin itlə Rahimi barışdırdı. Sonra isə günümüzü belə yekunlaşdırdıq. Bu arada bu mənim Instagramda paylaşdığım ilk səsli vloqdur. YouTube kanalımda da vloqlar paylaşıram. Ümid edirəm bəyənirsiniz. Davamın gəlməsini istəyirsinizsə, videomu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı və məni izləməyi unutmayın.